Mərkəzi Kitabxana Tədbirat Planına uyğun olaraq yazıcı yazarlarla, kitab yazarlarla, şairlərlə görüşlər təşkil olunur. Bugünkü tədbirimiz də Konstitusiya və Suverən İllik çərçivəsində əməkdar jurnalist, yazıcı senarist Zakir Abbasın Yazıya Pozu Yoxdur adlı kitabı təqdimat mərasimidir. Təqdimata başlamışdan öncə dünyadan köçmüş dahi şəxslərin, yazıçıların, şairlərin və eləcə də Azərbaycan Respublika ərazi bütövlüyü olan gedən döyüşlərdə şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqə sükutla yad edir. Allah şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət eləsin. Zakir müəllim Rus Dili Ədəbiyyatı İnstitutunu bitiribdi. O vaxt Mirzə Fətəli Axundov idi. Yaxşıyan Universiteti, Yoxsalayan bizim bölümümüzdə. 2 il müəllimlikdə Rus Dili müəllimi işləyəndən mən onu tanıyıram. Öz zəhməti ilə şəxsi buraya da Anadolu'da böyüdü. Həm telejurnalist oldu, həm ssenari müəllifi oldu. Rus dilində mükəmməl bilir. Bakı mühiti başqa şeydir. Biz təbrik edirik. Mən ona görə əvvəl başladım, mənə həvalə edirlər ki, Rayon Ağsaqqallar Şurasının sədri kimi, idarə heyətinin sədri kimi sizi ürəkdən təbrik edir. Bu təqdimat münasibətindən Allahın qismət elədiyi gələcək ömür yolunda da sizə müvəffəqiyyətlər arzu edir. Bu mənim Rayon Ağsaqqallar Şurası adından dəymək. Təşəkkür edirəm. Bu da sizin hədiyyəniz. Allah həmişə sizi ətiririz, deməli, təravət edəsin. Əsas daxildir. Əsas daxildir. Xarici görkəmə, lider fasona danışmaq kimi əhəmiyyət verirsə o boş edir. Danışmaq əməllərdən irəli gəlməlidir. Öncə vurğulayım ki, əməkdar jurnalist, yazıcı, publisist, tərcüməçi, senarist, tədqiqatçı, pedaqoq Zakir Abbasın zəngin ömür yolundan, çox şaxəli yaradıcılığından geniş danışmaq olar. Lakin bu söz adamı haqqında qısa da olsa məlumat verməyi lazım bilir. Zakir Abbas, Zakir Mahmudoğlu Abbasov 1948-ci il avqustun 8-də Masallı rayonunun Kasagül kitabımızın önrək müəllifi, hörmətli tənqidçimiz Vaqif Yusuflunun təbirində desək, Kasagül kəndində anadan orta təhsilini Masallı şəhərindəki Nərman Nərmanov adına 2 saylı məktəbdə alıb, 1967-69-cu ildə ordu sıralarında xidmət edib, oradan zabit rütbəsi ilə tərxis olunub, 1970-ci ildə Mirzə Fətəli Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub, 1974-cü ildə institutu bitirdikdən sonra orta təhsil aldığı məktəbdə 3 il müəllim işləyib, Sankt-Peterburg şəhərindəki 2 illik ali jurnalistika kursunun müdavimi olub, sonra Bakı şəhərinə köçərək müxtəlif illərdə Azərbaycan Mədəniyyət Nazirliyində, Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətində işləyib, Ocaq Xalq Yaradıcılığı Televiziya Toplusu, Hücrə, Ağqoç, Qaraqoç, Meydan və digər verilişlərin həm müəllifi, həm də aparıcısı olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi vəzifəsində çalışır. Keçən əsrin 80-ci illərdən bəri Zakir Abbasın elmi pedaqoji, jurnalistlik, bədii yaradıcılıq və ictimai fəaliyyəti məzmun etibarilə bir-biri ilə sıx əlaqəlidir. Bugün təqdimatına toplaşdığımız Yazıya Pozu Yoxdur kitabı da qısa tanışlıqdan sonra bu kitab vasitəsilə bu kitab özü poeziyanın yaranışı, lirik poeziyanın atası arxeologdan, Roma lirikanın banisi Flak Horeci, böyük epik şeir Ramayana'nın yaratıcısı əfsanavi Hind şairi Valmiki, Çinlilərin ilk şair kimi qəbul etdikləri Su Yuan'dan, yəni qədim dövrdən üzü bəri, ta ki 20-ci əsr dünya və Azərbaycan, Avropa mədəniyyətinin, ədəbiyyatının, nəhəng simalarının, ən parlaq nümayəndələrinin həyat və yaradıcılığına bələdçilik baxımından qiymətli, topludur. Fürsətdən istifadə edib, mən də öz növbəmdə ömrünün 77-ci pilləsini adlamaqda olan, özünə və sözünə dəyər verən, bu alizanav insana, bu cəsarətli qələm sahibinə
can sağlığı və yeni yaradılı uğurlar arzulayıram. Sağ ol. Sağ ol. Kitabın başında baxanda yazılır ki, yazıya pozu yoxdur. Yəni yazılıb pozlu olmaz. Da çıxdın nəşriyyatdan və yaxud danışdın, dedin, sözün qüdrəti də elədir. Alim qarşısında, alimə hörmət edən adam deməli, hörmət sahibi ola bilməz. Özü hörmət sahibi ola bilməz. Ona görə də baxın, mən buyurun, xahiş edirəm. Bu kitab deməli Zakir Abbasın tərcümə fəaliyyətini əks etdirir. Bayaq deyildiyi kimi Zakir Abbas həm də kino ssenaristdir, publisistdir. Azərbaycan televiziyasında uzun müddət mənim yaxşı tanıdığım gözəl yazıcı Firidun Ağayevlə bir yerdə işləyib. Onun verilişlərinin şahidi də olmuşam. Biz özümüzün yetirdiyi insanları, sənətkarları yaxşı tanımırıq. Masallıdan təxminən bir 100-ə qədər, bəlkə daha çox elmlər namizədi, elmlər doktoru, incəsənətin müxtəlif sahələri üzrə həm şairlər, nasirlər, həm bəstəkarlar, müxtəlif sahələri üzrə tanınmış insanlar çıxır. Lakin biz onları niyə yaxşı təbliğ eləyə bilmirik? Bu kitab Zakir Abbasın tərcüməçilik fəaliyyətini əks etdirir. Bir var bədii ədəbiyyatda şeir, nəsr, publisistika, dramaturgiya, bunun uşaq ədəbiyyatı, bunun o taylı, bu taylı cənub ədəbiyyatı və bizim ədəbiyyat və Nizamidən, Azərbaycanca ilk qəzəlini yazan Həsənoğludan, apardı könlümü bir xoş qəmər üz, can fəza dilbər, nə dilbər, dilbəri şahid, nə şahid, şahidi sərvər. Mən ölsəm sən bütün şəngül, sürahi eyləmə gül, gül, nə gül, 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 gül ibadə və badə, badi əhmər. Yəni, o vaxta qədər Azərbaycan dilində, ilk ədəbi dildə ilk əsər yaranmamışdır. 20-ci əsrin əvvəllərindən başlayaraq Azərbaycanda tərcümə sənəti qüvvətlənməyə başlayır. Tərcümə sənəti. Tərcümə nədir? Tərcümə bir başqa xalqın ədəbiyyatından bizim dilə çevirmələrdir. Ki, Azərbaycanda artıq tərcümə sənəti, tərcümə mədəniyyəti səviyyəsinə gəlib çıxıb. Məsələn, mən Sergey Yeseninin Rusça oxumamışam. Amma Əliağa Kürkaylı onu elə tərcümə eləyib ki, heç mənim onun Rusça oxumağına ehtiyacım qalmayıb. Belə. Sonra Səməd Vurğun deməli, Leyli və Məcnunu fars dilindən çevirmələrlə tərcümə eləyib. Rəsulullah Xosrov və şiirini. Ümumiyyətlə, o Xəmsənin bütün dastanları hamısı tərcümə olub, hamısı da yaxşıdır. Bilirsiniz ki, antik ədəbiyyat dünya ədəbiyyatının erkən dövrünü əhatə eləyir. Roma ədəbiyyatı, Yunan ədəbiyyatı, bunlardan çox gözəl tanıtmalar var. Onları tərcümə eləmək, onları Azərbaycan oxucusuna çatdırmaq mənə elə gəlir ki, deməli, Zakir Abbas bəlkə də bütün həyatı, yaradıcılığı boyu ən böyük bir xidməti göstərir. O müəllim kəlməsi də Zakirə yaraşır. Zakir neçə il o ali məktəbdə dərs deyir. Deməli, Zakiri mənə doğmalaşdıran bir səbəb də var. Ürək adamı. Onunla hər mövzuda danışıb bölüşmək mümkündür. Uzun illər Bakıda yaşasa da heç vaxt doğulduğu kənddən ayağını üzməyib. Əlbəttə, Bakı mühiti onu tanıdı. Bir söz adamı kimi məşhurlaşdırıb. Amma onun dünyaya göz açdığı kənddə hər səhər bayaq dediyim kimi bülbüllər oxuyur, quşlar səs-səsə verir, güllər, çiçəklər göz oxşayır. Bunlara lazım deyil bir də qayıtmaq. Onun bədii yazıları da var, publisistik əsərləri də var. O həmin başqa xalqların ədəbiyyatından olan əsərləri də zövqlə tərcümə edir. Mən bu kitabxanada ikinci dəfədir
deməli çıxış edirəm. Bir dəfə Nəşət və həmişə də mənim kitablarımın da bir çoxu burada var. Bir şair olub Nurəngiz Gül. Bir də mənim ən çox sevdiyim şairlərdən biri Məmməd Aras. 93-cü ildə o kitab çıxıb, amma mən onu təzədən işləyib, bəli, bunu da buyur. Təşəkkür, çox sağ olun. Oldu, bağışlayın, çox danışdım. Hamınız ürəkdən salamlayıram və icazənizlə fikrimə Böyük Füzulinin öyle sərməstəm ki, idrak etməzəm dünya nədir? Mən kiməm? Sağlı olan kimdir? Meyus əhbanədir. Bura məni elə bağladı, özünə elə valih elədi ki, sözün əsl mənasında mən başqa cür danışmağı planlaşdırırdım, amma Vaqif müəllimdən sonra, Ələşər müəllimdən sonra danışmaq sözün əsl mənasında böyük cürət. Ona görə icazənizlə fikrimi biraz başqa səmtə danışmağı planlaşdırırlar və başda bizim qiymətli yazarlarımız, alimlərimiz, istər bizim çox hörmətli Zakir müəllim və Vaqif müəllim olmaqla, xüsusilə hamısına, xüsusilə bunların ikisinə 90-cı illərin axırında Vaqif Yusiflinin 50 illik yubileyi keçirildi mədəniyyət evində. Mən də o tədbirdə iştirak etmişəm. Orada belə bir şuar yazılmışdı. Vaqif müəllimin sözü ki, 50 il yaşadım, 50 il ancaq bundan artığını gücüm çatmadı. İndi 80 ilə az qalırsınız. Biz arzulayırıq ki, inşallah 100 ildən də artıq yaşayın, buna da gücünüz çatsın. Böyüdə Allah, yerdə masallıların və bütün ədəbiyyat sevərlərin sevgisi sayəsində biz birinci buna arzulayırıq ki, yəni yüzü yaşayır və çünki siz təkcə masallın deyil, ölkəmizin qiymətli xəzinəsisiniz və günü gündən də zənginləşdirmək imkanlarınız, potensialınız var. İndi olmuş, başıma gəlmiş iki şey danışmaq istəyirəm. İndi çox üzr istəyirəm, onlar ölüblər, haqq dünyadadılar. Yəni, nətər deyimsəm, üzr istəyirəm bəri başdan. Ola bilər, bəlkə də fikrim xoş olmasın, həmən insanına o elədiyim situasiya biraz yaxşı səslənməsin, amma bu tarixdir, olub, bunu masallar bilirlər. Həmən 90-cı ilin axırında bir şeir yazmışdım. Əvvəl rəhmətli Qəni Bəxtəvərə göstərdim ki, müəllim, belə bir şeir yazmışam, buna baxın elə. O şimdi yıxdı sürü elədi, altından yazdı ki, tramvay altından çıxmış, bir üç vermək olar. Elə bir iki saat keçəndən sonra Allah rəhmət eləsin, Xudaşərim Məftun gəldi. Ondan görüşdüm, ustad nə var, nə yox, belə bir şeir filan basmışam, oxudu, oxuyandan sonra indi qoymasın, əmin qoyacaqım mən çirimə, dedi, oğlum, tövsiyə edirəm ki, çoxlu şeir. İkisi de yeni şey dedi ama biri tamam başka bir şeydi. Sonra Arif müəllima bu sualı verdim. Arif müəllim mənə dedi ki, Sevədim müəllim, sən heç institutda oxuduğun müddətdə görübsənmi ki, akademik adama iki yazar? Fikirləşdim, Allah rəhmət etsin, Azad Mirzəzadə mənim müəllim olub. İki yazan müəllimlərin az qalardı, özünün institutdan var ki, yəni belə bir şeydir. İndi bu institutda Allah hər ikisini rəhmət etsin. Zakir müəllim dünyanın seçilmiş şəxsiyyətlərindən yazır, bizə çatdırır, sağ olsun buna görə minnətdarıq və biz arzulayırıq ki, gələcəkdə, inanın ki, elə bir dövr gələcəkdir, bir Həsənoğlunun bir qəzəli ilə, Övrədə Məhəmməli dedi, tarixə, Jül Masalının da insanların qiymətli əsərləri, qiymətli yazıları, onların tərcümi halları, qəzi o qədərləri gələcək nəsillər üçün çox maraqlı olacaq və mən arzulayıram ki, bu belə də olsun və gələcək nəsillərə çatdırılsın. Mən sizin hər birinizə minnətdaram. Çox hörmətli Zakir müəllim, bu gözəl kitab münasibəti ürəkdən təbrik edirəm. Vaqif müəllim çox gözəl qeyd edir ki, indi kitab oxumaq biraz çətindir. İndi kitab oxumağa meyillisin, amma inanın ki, mən bu kitabı oxudum. Sizə görə demirəm, səmimi. Gün o gün olsun, əvvəl şey qalmıyor, 80, 90, 100 illik yubileyüzün və sizin digər böyük şəxsiyyətlərimizin, masallı insanlarının keçirməsi. Bəzi adamlar deyir, 3 qaşıq qalır. Allah köməyiniz olsun. Təbrik edirəm və xırda da olsa bir hədiyyəmiz var. Onu sizə ziyarət olsun. Allah sizi kimi ziyalarımızı qorusun, var olasınız. Masallar Mərkəzi Kitabxana əməkdaşı Günay Xəlilova. Kitabxanamızda bildiyiniz kimi kütləvi tədbirlər keçirilir. Xüsusən də son dövrlər kitab təqdimatlarını çox edirik. Bizim üçün həqiqətən də şad oluruq ki, burada rayonumuzun ziyalılarına və yazarlarına kitab təqdimatları olur. Bugün də rayonumuzun növbəti sayılıb seçilən yazarlarından olan Zakir bəyin kitab təqdimatında iştirak edirik. Bunun üçün həqiqətən şadıq.
Mən kitab haqqında bir neçə söz demək istəyirəm. Çünki müəllif haqqında onu yaxından tanıyanlar, məncə öncəki natiklər çıxış elədilər. Çox dəyərli bir insandır, özünə də qarşı hörmətimiz var, təşəkkür edirik. O mənə kitabını hədiyyə elədi. Bunun üçün ona ilk öncə təşəkkür edirəm. Kitabı bir neçə vərəqini səhv elədim, yəni bacardığım qədər oxudum və əminəm ki, bunu sona çatdıracağam Zakir bəy, söz verirəm. Kitabın ilk səhifələrindən Hörmətli oxucu deyə bir səlövhə var. Oranı oxudum, bitirdim və orada aydın oldu ki, mənə müəllif oxucu ilə səmimi və bilikli dialoq qurur. Kitabda iki əsas, daha doğrusu yol üzrə yazılıb, araşdırmalar və tərcümələr. Araşdırmalar onu göstərir ki, kitab ədəbi cəhətdən, tənqidi cəhətdən zəngindir. Tərcümələri isə dilimizdən kənarda yazılan əsərlərlə bizi yaxından tanış edir. Yəni dilimizin sərhədlərindən kənarda yazılan əsərlərlə bizi yaxından tanış edir. Kitabda müəllif tarixə, mədəniyyətə, ədəbiyyatımıza toxunur. Mənə görə yazıya pozu yoxdur. Niyə yazıya pozu yoxdur? Çünki yazı silinmir, qalır. Zamanla həqiqətən də fərqinə varırsan ki, bunu kimlərsə yazıb, öz sözünü zamanda deyib və gələcək nəslə də bu çatır. Müəllif isə elə başa düşürəm ki, burada bildirir ki, yazı həqiqətən də yaşayır, nəfəs alır, düşünür və oxucunu düşündürür. Oxucu ilə bir diyaloq qurur, onunla bir səmimi bir söhbət eləyir. Mən düşünürəm ki, Zakir bəyin bu kitabı oxucular tərəfindən rəğbətlə qarşılanacaq və oxunacaq. Müəllifə növbəti yazarlarında, kitablarında uğurlar arzulayı eləyirəm və diqqətinizə görə təşəkkür edirəm. Mənim sözüm bu qədər. Yəqin ki, o pozan qələmdən tez qutarırsa, həmən müəllifin, yazanın nöqsanı çox olur. Amma burada isə azdır. Mən 50 ildir Zakir müəllimi tanıyıram, 74-cü, 75-ci ildə. Bir yerdə də işləmişik. Yəni, mənim o vaxtı ondan istifadə eləmişəm bəzi məsələlərdə, yəni tərcümə məsələlərində. Tərcümə işi çox çətin məsələdir. Ən azı 2 dil bilməlisən tərcümədə. Ən azı 2 dil bilməlisən. Və Zakir müəllim bu öhdəsinə götürdüyü bu missiyanı yaxşı yerdə yetirir. Mən baxdım 52 müəllifin haqqında yazıdır. Təkcə o yazılar, mən elə bilirdim ki, bu romanlardan, şeirlərdən, hansılardansa tərcümə olunub. Amma kim kitabı yaxşı oxusa, o müəlliflərin həyatını da yaxşı biləcək. Zakir müəllimin kitabın arasında 2 dənə oxuculara söhbəti var. O söhbətdə mənim çox söhbət tutdu ki, məni orada oxuculara deyir ki, fikirləşir və öz sözün deyir də, deyir oxuyun. Sizin ən gözəl xüsusiyyətiniz odur ki, heç kəsin qəlbinə dəymirsiniz. Bu kitabda, yazarda, nə bilim, hamısı gəldi, gedərdi və o ki, son yaşda, bu yaşda, 77 yaşında sən haqqın yolunu tapıbsansa, mən ona böyük Sizin sayenizde. Tamam. Olarak hamımıza teşekkürümü bildirirəm. Sağ olun, zəhmət çəkdiniz. Vaxtınızı demək, daha vacib işləriniz var idi. Onu qoydunuz kənara ki, bu günləri Zakir qardaşımızın, Zakir dostumuzun kitabının təqdimasıdır. Orada hökmən işlər eləmək. Allah qoşsun. Sağ olun. Yaxşı. Zəhmətinizi halal edin. Sağ olun. Bu məsələnin bir tərəfi. İkinci tərəfi mən istərdim ki, burada xüsusi bir təşəkkürünü bildirəm Vaqif müəllim. Bizim Əzizimizdir. Vaqif müəllim, Vaqif müəllim. Maksim Gorkuz Təşəkkür edirəm. son sözü oldu. Zəhmət çəkdiniz. Bizi bu günləri bir yerə yığan bax bu kitabxana dediyimiz. Kimsə bir qardaşımız dedi ki, qardaş müəllim dedi ki, xəzinədir. Doğrudadır xəzinə. Mən ilk növbədə hamınıza təşəkkür edirəm. Sağ olun. Və yazarlarımız da bilsinlər ki, hər bir yazıcı
yaşadığınız dövrün zamanın məsuliyyətini həmən dövrün padişahlarından, prezidentlerinden daha çok məsuliyyət daşıyır. Odur ki, qələm Allah qələmə və sözə Hərəkət etsin, qüvvət etsin. Allah sizə can sağlığı versin. Ben burada bir yazı okuyacağım. Sağ olsun bizim güzel ziyalımız, güzel şairimiz, kardeşimiz Arif Ərzəli Səhər oxudum onu. ürək adamı. Facebookda. Ben isterdim ki bunu yaxşı bunu okuyan istedim. Ben bir daha sizin hamınıza teşekkür ederim Arif müəllimin yazısıyla beraber. Sağ olun, var olun. Arif Fərzəli, ürək adamı. Yazıya pozu yoxdur. Bəli, Zakir müəllim. Amma baxır hansı yazıya, hansı yazılara. Təbiidir ki, ilk növbədə alın yazısına. Çünki Allahın yazdığıdır. Və sonra yəqin Allah tərəfindən fitri istedadla mükafatlandırılan yaratdıqlarına, yazdıqlarına, çəkitişlərinə, qurduqlarına, tikdiklərinə sözsüz bir şərtlə gərək hökmən nəsildən nəslə daşıyanları olsun. Əks halda pozulurlar. Diləklənirik ki, gənclər bədii əsər oxumur. Dəhşətə gəlirik ki, Filologiya fakültəsinin bəzi tələbələri hətta Nizamini, Nəsimini tanımırlar. Füzulinin bircə misrasını belə bilmirlər. Əgər təməl yoxdursa, boşluq üzərində necə bilik səltənət yarada bilərlər. Ədəbiyyat baxımından yetərlilik, zənginlik mövcud materiallara quruca tanışlıq əsasında deyil, o möhtəşəm aləmə sevgi əsasında qurulur. Yeni kitabınız mübarək Zakir müəllim. Təbrikimi çox da bəzəyib düzəməyəcəyəm. Sadəcə böyük tənqidçimiz Vaqif Yusuf'un yazdığı ön sözdə barənizdə söylədiyi Zakir Abbas həm də ürək adamıdır ifadəsini xatırladacağam. Thank you.